Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bugün meyxana aləmində vəziyyət bir o qədər də yaxşı deyil, idarəçi gidib. Xəbər verilir ki, bunu rəngarəng verilişdə meyxanaçı Mehman Əhmədli deyib. Mehman bugün meyxanın idarəçilikdən çıxdığını deyərək, bunun səbəbkarı kimi Namiq Mənanı gördüyünü deyib. Bir müddət var idi ki, meyxana sadəcə efirlərdə idi, toyda idi. Biz onu idarə edə bilirdik. Hər kəs ələkdən keçirdi. İndi ki, sosial şəbəkələr çıxıb, hərənin əlində öz efiri var. Artıq onları idarə edə bilmirsən. Toya ev sahibi kimi istəsə dəvət edirdi, amma efirlər başqa idi. Meyxana yarışmalarının təşkilatçılığını edirdim. Bilirdik kim nəyə layiqdir. İndi bunu etmək mümkün deyil. Çünki lazımsız meyxanaçılar çoxalıb. Muğama diqqət var, aşıqların birliyi var. Kimsə nəsə edəndə çağırıb danlayırlar. Amma meyxananın tabi olduğu bir yer yoxdur. Ona görə kim nə istəsə edir. Meyxanaçılar birlik olub, bir birlik yarada bilmədilər. Meyxanaya ən böyük zərbəni Namiq Məna vurdu. O, bədiyyə və meyxana məsələsini qabardandan sonra parçalanma baş verdi.